Sabirabad rayonunda məktəbdə həyat yoldaşını döyən şəxs həbs edilib. Məlumata görə hadisə rayonun kəndlərindən birində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü Elçin Vəliyev kənd orta məktəbində həyat yoldaşı Nərminəni döyüb. Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci döymə maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Vəliyev özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, arvadı bir neçə ay əvvəl yaşadıkları evi tərk edərək atası evinə gedib. Onun bu hərəkətinə etiraz etdim və kənd məktəbində arvadım ilə mübahisə etdim, lakin onu vurmadım deyə kişi bildirib. Zərər çəkmiş Nərminənin sözlərinə görə, məlum hadisə günü səhər saat 9 radələrində kənd məktəbində əri onun qarşısını kəsib. Mənim üz nahiyəmə şillə, qarın nahiyəmə təpik vurdu, mənə xəsarət yetirdi. Mən onunla barışmamışam, barəsində həbs növündə cəza təyin edilməsini istəyirəm deyə qadın ifadəsini yekunlaşdırıb. Sabirabad rayon məhkəməsinin qərarı ilə Vəliyev 20 gün müddətinə həbs edilib. Qeyd edək ki, ad və soyad şərti verilib.